Son illərdə cənab prezidentimizin rəhbərliyi altında ölkəmizdə sağlamlıq sisteminin gücləndirilməsi, müharibə veteranlarına, qazilərə və şəhid ailələrinə xüsusi diqqət yetirilməsi məqsədilə bir çox islahatlar həyata keçirilib. Lakin Bərdə şəhərində fəaliyyət göstərən Qarabağ klinikasının bu vəzifələri necə yerinə yetirdiyi suallar doğurur. Redaksiyamıza daxil olan məlumatlara görə bu klinikada vətəndaşlardan müayinə üçün pul tələb olunur. İddialara görə pulu olmadıqda ölməlisiniz fikri ilə qarşılaşan pasiyentlər cəmiyyətin ən həssas təbəqələrindən olan veteranlar və onların ailələri üçün də ciddi narahatlıq yaradır. Bu, onları sistemin tələblərinə uyğun müalicə almasının qarşısında ciddi bir əngəl olaraq görünür. Bərdədə etdiyimiz araşdırmalar zamanı veteranlarımızın və onların ailələrinin bu bölgədə müstəqillik uğrunda mübarizədə xidmət etdikləri, öz həyatlarını qurban verdikləri danılmazdır. Onlara xidmət etmək hər bir dövlət orqanının vətəndaşlara qarşı olan borc olmalıdır. Lakin Qarabağ klinikasında bu xidmətin necə həyata keçirildiyi, təqdim edilən müalicə xidmətlərinin keyfiyyəti və əlçatanlığı ilə bağlı məlumatlar olduqca narahat edicidir. Unutmayaq ki, bu insanlar bu torpağın müdafiəsi uğrunda canlarını fəda ediblər və onların xidmətə ehtiyacı olduğu zaman bu hüquqlarının pozulması yol verilməzdir. Reportajı hazırladı İlham Müzəffəroğlu, səsləndirmədə Aygün Qərib qızı, Ağcabədi.